Herkese salamlar. Bugün Çempionlar Liqasında növbəti maraqlı bir qarşıma bizi gözləyir. Bugün 5 və 6-cı tur oyunlarını sizlərlə bərabər oynayacağıq. Bugün 5-ci tur çərçivəsində Portuqaliyanın köklü klubu olan Sporting ilə qarşılaşacağıq. Bu bizim hazırlı heyətimizdir. Gördüyünüz kimi bu heyətlə bugün maçda olacaq. Təəssüf ki, Roger qırmızı kart səbəbilə bu maçda iştirak etməyəcək. Geridə sizə gələn Qarabağ Sporting maçımıza start verək. FDI və Tofiq Bəhramov adına Respublika stadionunda Sportingi qəbul edirik. Maça start verildi. Maçın ilk dəqiqələri elə ki sülh şəraitində keçir. 22-ci dəqiqədik, 25, 30-cu dəqiqə artıq yaxınlaşır. İlk hücumu quran tərəf Sportinglilərdir ki, onlara imkan vermək lazım deyil, amma Konrad Hard hesab açır. 1-0. Sporting ilk gol vurur. İndi Sporting'in ikinci şansı, diqqətli olmaq lazımdır. Qapçımız əla bir müdaxilə imza atır Şahruddin Məhəmmədəliyev. Sporting penaltı zərbəsi Viktor Gyökeres hesabı 2-0 edir. Viktor Gyökeres'in ikinci golundan sonra isə Sporting futbolcuları təzyiq artırdılar və Usmani Diamondo hesabı 3-0 edir. Hər şey bizim üçün çox pis başlayıb. Ümid ki, bu gedişat bir an əvvəl düzələr və hər şey bizim təkrar xeyrimizə keçər. Əla pas Darwin Nunez'e. Darwin Nunez uzaq məsafədən zərbəsi top qapıcı tərəfindən dəf edilir. İlk hissədən sonra Qarabağdakı 3-1 hesabı ilə 3-0 hesabı rəqibini uduzmağa davam edir. Qarabağ isə comeback revanşdırmağa çalışır hazırda. Əla pas içəri doğru Darwin Nunez istiqamətində. Darwin Nunez də Benfica heyətində bu komandaya qarşı çox oyunlar keçirib. İndi Darwin Nunez qolunu atmağa bacarır və hesab arasında fərqi 2 topa endirir. Sporting təzyiq artırır ki, Sporting hücumunu dayandıra bilmirik. Bu biraz bizdə problem yaradır. 4-1 hesab. Qarabağ isə yenidən fərqi əritmək istəyir. Tural Bayramov. Tural içəri daxil olur. Tural. O özünün füsunkar qollarından bir daha atmaq istəyir Tural Bayramov. O da qolunu vurur. 4-2. Yenidən fərq. İlk sırada tam 6 qol izləmişik ki, hər iki komandanın ifasını da görək. İkincisi də bizi necə Yasin Benziyanın qırmızı kart alması işimizi bir xeyli çətinləşdirəcək. Kolyer meydana daxil olacaq hələ ki. Məcburi dəyişikliklərdən biri başdır. İkinci dəyişiklik olaraq isə biz 4-4-2 taktik sxeminə keçə bilərik əslində. Çünki buraya baxıram ki, bizə buna ehtiyacımız var. O yeni Pedro'nun attığım hücuma Kolyerin əvəzinə sol canavar üçün Kolyer dəyişdim. Sol kanata o yeni salmış oldum. Bu dəyişikliklərdən sonra görə klubumuz gol vura biləcək Sporting'e qarşı oynayır. Sporting'in hücum golü diqqətli olmaq lazımdır. Təəssüf ki, Viktor Gyökeres 5-2 satırır. Maçda 5-2-də 10 nəfər qalmamız işimi çətinləşdir, amma buna rəğmən Qarabağ hücumlarını davam etdirir. Fərqi azaltmağa çalışır. Darwin Nunez irəliləyir. Darwin Nunez'in qarşısında böyük bir boşluq var. Darwin Nunez 5-3. Yenidən fərq 2 topa inir. 8 qollu qarşımıda da hər hesab 5-3'dür. Görək Qarabağ komandası bu maçda Qarabağın növbəti qol həmləsi içəri daxil olduq. Əla pas müdafiəçilər topu uzlaşdırdılar. 10 nəfər qalmasına rəğmən Qarabağ sona qədər dirəşməyə çalışır. Artıq son dəqiqələrdə biz məcburam ki, biraz daha kompakt oyun etdirək. Cuma şəhərində maçın son dəqiqələrini keçirək. Amma alınmır. 5-3 Sporting'e huzuru və Çempionlar Liqasındakı ikinci məğlubiyyətimizi almış olduq. Hazırda 19-cu pillədə qərarlaşdırıq və 7 xalımız var. İndi isə gəlin gedək Çempionlar Liqasının 6-cı turdakı qarşılaşmasına. Və Çempionlar Liqasının 6-cı turunda isə Feyenoord klubu ilə hazırda qarşılaşacaq. Bu komandaya qarşı səfərdəki maçda qələbə qazanmalıyıq. Qələbə qazanmaq şərtdir, vacibdir. Yasin Benziya bu maçda forma giyə bilməyəcək. Bu bizim üçün biraz məyus edici bir məqam olacaq. Roger isə biz bu maçda şans verəcəyik. Görək Roger sağcınaqda bizə kömək etməsini ümid artıq edəcəyik. Bu maçda qələbə qazanmalıyıq ki, şanslarımızı biraz artıra bilək. Feyenoord Qarabağ maçı başladı. Görək bu maçda hansı cür reaksiya verəcəyik. Hücum quran tərəf Feyenoord kollektivi əla pasçıya doğru. Qapçımız şartlı bu tutmağa müvəffəq olur. Feyenoord ilk dəqiqələrin təzyiqi artırır. Təbii bu gözlənilən idi. Ümid artıq edək ki, bu maçda qollar vurub qələbə qazanıcı və Çempionlar arasında ilk 24'ü özümüz üçün təmin etmək istəyirik.
Əla pas Toby Collier'dən. Collier'in pası Bəbək hücum xəttində olan oy bu hücumu heyf ki qaçırdı və Feyenoord ardınca bu hücuma qarşılıq verməyə çalışacaqdı və Antoni Milan bu hesabı açır. 1-0 42-ci dəqiqədə Feyenoord təzyiq hesabı açır. İndi Qarabağın bu qola qarşılıq görək necə olacaq. Leandro Andrade irəliləyir. Andrade'yə imkan vermirlər. Ötürməni düzü belə bilsin. İlk hissədən sonra ki daha çox hücum quran tərəf Qarabağda, amma ki təəssüf ki bu hücumları qola çevirməmiz mümkün olmuyor. İndi Feyenoordun hücumu reallaşacaq. Diqqətli olmalıyıq. Qapıcımız çox real çıxmışdı, amma nə yaxşı ki müdafiəçimiz burada ayaq olur və komandasını real qoldan xilas edir. Dəyişiklik lazımdırmı? Təbii ki lazım olacaq dəyişiklik böyük ehtimalla. Kimləri salacağım maça? Kimləri sol kontrakt dəyişə oyun soxulub meydançaya. Marko Yankovic də komandasına kömək edəcək. Dost mövqeyi üçünsə hələ ki Andrade'ni bu mövziyə salmaq olar deyə fikirləşirəm. Başqa dəyişiklik etməyəcəm. Biz təcili sütü hücumla qurmalıyıq və Qarabağ nəhayət ki bir hücumda reallaşır. Topu olan oyuncu Oyen'dir. Oyen irəliləyir. Oyen. Luka Oyen meydana girir, qolunu vurur 1-1. Qarabağ komandası Feyenoord səfərində bərabərlik qolunu vurur və Feyenoord səfərindən bir xalla ayrıldıq. Qalatasaraya Bayreuzu Fenerbahçe qalib gəlir. Bu dəqiqə 24-cü sırada artıq qərarlaşırıq. Qulaqıl bir mövqeyidik. Hazır 8 xalla düz 24-deyik. Və son turlarda Rijeka və Liverpool komandalara qarşı maçlar biz görürük. Evdə Rijekanı qəbul edirik. Çempionlar Liqasındakı növbəti maçımızdır. Evdəki oyunda Xorvatiya komandasına 3-0 hesab ilə qalib gəlməyə bacardı və bu qələbə sayəsində Çempionlar Liqasında 16-cı pillədə yüksəlməyə bacardı. 24-cü sırada olan komanda Barcelona 19 xalı var. Bizim 11 xalımız var. Bu dəqiqə çox kritik bir vəziyyətdir. Son tur Liverpool'a qarşılayacağıq və Liverpool'a qarşı nə qədərsə biz çalışacağım ki daha kompakt şəkildə oyunu nümayiş etdirək. Və gəldik çatdıq Liverpool'la olan qarşılaşmaya. Təəssüf ki Pedro'nun qırmızı kartı var, Benzia'nın qırmızı kartı var, Ramos'un qırmızı kartı var. Bax bu üç oyunçunun yoxluğunda bizim Benfica'ya qarşı necə bir oyun nümayiş etdirəcəm? Benfica yox əslində Liverpool'a qarşı necə bir oyun nümayiş etdirəcəyimiz böyük bir maraq doğurur. Elə isə gəlin keçək Qarabağ Liverpool qarşılaşmasına. Çempionlar arasında artıq son turun bir qarşılaşmasıdır bizlər üçün. Liverpool səfərində olacağı görə Liverpool səfərindəki Liverpool Qarabağ maçı hansı cür nəticə ilə yekunlaşacaq? Elə isə gəlin başlayaq və Liverpool Qarabağ maçını simulyasiya edək. Maç başlayır. Anfield Road'dayıq. Rəqibi isə güclü Liverpool kollektividir. Biz bu maça başladıq, start verdiyi müddətki hər şey üçün yaxşı olar. Müdafiə futbolu təbii ki oynayacağıq, çünki bu komanda qarşı qılmaq heç asan görsənmir. Daifinin öz əvvəlki komandasına qarşı oynayır və 3 müdafiəçi birdən onun üstə gəldilər və imkan vermədilər ki Qarabağ qol vursun. Birazdan Liverpool'un təhlükəli hücumları başlayacaq. Buna görə diqqətli olmaq lazımdır. Digər nəticələrə də artıq baxmağa çalışıram kənardan ki daha görə Darwin'in əla pası Marko Yankovic o belə komandalara qarşı oyunlarda Marko'nun zərbəsinin qapıcı Alisson Becker dəf etməyi bacarır. İlk hissəyə baxdıqda Qarabağın daha üstün olduğunu biz görürük. Amma 2 hücum vurdu. Marko Yankovic sarı kart alır. Bu maçda ki 65 dəqiqənin tamamında ki Liverpool Qarabağ maçı 0-0 diqqətli olmalıyıq. Liverpool metod hücumu tarixçi Luis Diaz'a mane olmaq mümkün olmur. Luis Diaz'a mane ola bilmədik. Collier'i meydana salmalıyam. Məcburi sürətdə təşkili etməliydim. Yankovic'in yeni Andrade'yi meydana saldım. Başqa da oyuncu almağa əslində oyuncumuz da yoxdur. Çoxdur ki sala biləm oyuna. Liverpool Qarabağ maçında isə belki 1-0 Liverpool'un xeyrinədir, amma təəssüf ki 2 şansı əldən verməmiz biraz sol işləmizə dönləşdirir və qapıcı şahidi Məhəmməd Əliyev topu çıxarmağı bacarır. Bir xal bilsəydi çox əla olardı, amma bir xal bu hazırki vəziyyətdə heç də real görsənmir. Topal oyuncu vaxtı ötürməsini verir. Müdafiəsini yaxşı oynayır. Və topuzu alaşdırdıq. Liverpool səfərində ki 1-0 uduruq. Bir qolu bizə bir şans da versən əla olar oyun. Amma oyun bizə o şansı vermir. Liverpool'a 1-0 hesabla uduruq. İnşallah ki 24-də qalarıq. 22-ci olduq. Zor.
22-ci oldu və Çempionlar Liqasında yolumuzu davam edəcəyik. Və son 16 turunu artıq vəsiqə qazandı Qarabağla bərabər. Son 16 turunda oynayacaq Liverpool səfərindəki 1-0 məğlubiyyətə rəğmən. Görək Qarabağ komandası tariximizdə ilk dəfə olaraq Çempionlar Liqasının play-off raunduna, yəni keçməyi bacardı. Görə Çempionlar Liqasının play-off raundunda bizi hansı rəqib gözləyəcək. Play-off raundunda görüşmək ümidi, play-off raundunun növbəti bölümdə olacaq. Kanala abunə olub like atmağı da unutmayın. Sağ olun, salamat qalın.